Gənə sancmasından sonra yaranan qırmızı ət allergiyası. Qırmızı ət allergiyası qoyun, mal, keçi əti qəbulundan sonra, dərhal sonra, yəni bir neçə dəqiqədən bir neçə saat ərzində ortaya çıxan qızarma, köpəşmə, qabarma, boğulma, hava çatışmazlığı hissi ilə, bəzən də anafilaktik reaksiya ilə nəticələnən bir allergik reaksiyadır. Bəs gənə ilə qırmızı ət allergiyasının nə əlaqəsi var? Bəzi insanlarda həyatın hər hansı bir dönəmində gənə sancmasından sonra qırmızı ətə qarşı allergiya yaranır. Belə ki, gənənin ağız suyunda olan alfa-qal deyilən bir saxarid şəkərə qarşı sancmadan sonra insanın bədənində xüsusi antitellər əmələ gəlir, xüsusi anticislinlər əmələ gəlir və bu insan gənə sancmasından sonra qırmızı ətin tərkibində də həmin alfa-qal saxaridi şəkəri olduğuna görə hərət qəbulundan sonra allergik reaksiyalar ortaya çıxır. Lakin həqiqi qırmızı ət allergiyasından alfa-qal sindromunun fərqi ondan ibarətdir ki, qırmızı ət allergiyası ət qəbulundan dərhal sonra ortaya çıxır. Alfa-qal sindromunda isə ət qəbulundan 7-8 saat sonra allergik reaksiyalar ortaya çıxır. Yəni siz axşam saatlarında kabab yemisiniz, gecə saatlarında saat 3-də, 4-də anafilaktik reaksiyaya düşürsünüzsə, təzyiqiniz düşür, boğulma, dərdə qızarma, köpəşmə, qabarma ortaya çıxırsa, bu alfa-qal sindromu ola bilər. Ət allergiyası ilə alfa-qal sindromunun fərqi odur ki, ət allergiyası adətən ömür boyu davam edə bilər. Alfa-qal sindromu isə ət qəbulunu tam 1-5 il ərzində kəsdikdən sonra simptomlar tədricən yavaş-yavaş azalıb tamamilə itə bilər.